Axşamınız xeyir, əziz Cəllabadlılar. Mən Məmmədov Zaur, Cəllabad rayonu Yetişə kənd sakini. Bugün bir mövzuda çıxış eləmək istəyirəm ki, bildirmək istəyirəm ki, cənab başçımız Rafiq Cəllov Qamışlı göldə səyyari görüş keçirdib. Bəzi insanlar, bəzi yaramazlar götürüb onu paylaşırlar ki, Rafiq Cəllov kölgədə durub, məhz kənd sakinləri günün altında əyləşib. Amma həmin videoya mən də baxdım, mən də gördüm. Özünüz də bilirsiniz, bir neçə gündür Cəllabadda çox soyuq havalar keçir. Yay olmağına, yaz olmağına baxmayaraq. Yəni, orada da görünür, cəmiyyət də, cəmaət də hamısı kölgədə oturub. Qaldı ki, bir dənə onu götürüb əlinizdə bayraq eləyirsiniz. Rafiq Cəllov kölgədə durub, cəmaət günün altında. Rafiq Cəllovun gördüyü işləri Cəllabadda milyon kamaz zibil çıxardıb bu 5 il müddətində. Onu niyə demirsiniz? Rafiq Cəllovun şəhid ailələrinə, qazilərə, veteranlara elətki yaxşılıqları niyə demirsiniz? Rafiq Cəllovun bu Cəllabada elətki xidməti niyə demirsiniz? Götürüb əlinizdə bir dənə bayraq, ayıbdır. Vallahi Rafiq Cəllov çox hörmətli insandır, özünə hörmət edən şəxsdir, şəxsiyyətli insandır. Ayıbdır belə şeyləri götürürsünüz 2 dəqiqədən bir bu videoları paylaşırsınız, kölgədə durub, nə bilim, cəmiyyət gündə oturub. Rafiq Cəllovun xidmətlərini deyin də, Cəllabada elətki xidmətlərini deyin də. Bu son vaxt Cəllabada gətirdi 3 dənə zibil maşını. Cəllabad bugünkü gün çox əziyyət çəkirdi. Köhnə maşınlarla, traktorlarla zibilləri götürürdük. Amma bugünkü gün yeni müasir tipli 3 dənə maşın gətirib Cəllabada. O da onu demək, onu göstərir ki, bugünkü gün Cəllabadda yəni tullantılar rahat şəkildə götürülür. Heç kimin həyat bacasında zibil qalmır. Bunu demək lazımdır. Bunu işıqlandırmaq lazımdır. Vallahi bunları heç kim işıqlandırmır. Elə kimsə nəsə axtarır, qaçdı paylaşdı ki, belə şeyləri işıqlandırırlar ki, bunu paylaşın. Rafiq Cəllovun Cəllabada elətki xidməti. Rafiq Cəllov elə bir insandır, elə bir humanist insandır ki, şəhid ailələrinin, qazilərin həmişə yanında olub, gözəl işlər görüb. Cəllabadın bütün kəndlərinə gedən yolların hamısını abadlaşdırıb, ağaclar bir 5 il, 3 il bundan sonra Cəllabad elə bir gözəlləşəcək, kəndləri yol qırağı ilə gedəndə elə biləcəklər hansısa bir xarici ölkədir. Bunu Rafiq Cəllov eləyib də. 5 il, 10 il bundan qabaq bu niyə olunmurdu? Bunlardan danışmaq lazımdır. Ayıbdır, əcəbdir, yığışdırın belə hərəkətləri. Elə əlinizə gələni götürüb paylaşırsınız. Mən nə